Tarixdə bəzi hökmdarlar var ki, onların adı belə qorxu yaradır. Atilla. Onlardan biri idi. Onu Tanrının qəzəbi adlandırırdılar. Roma belə. Onun adını eşidəndə titrəyirdi. Amma ən maraqlısı bu deyil. Ən maraqlısı odur ki, bu qədər güclü bir hökmdar bir gecənin içində heç bir döyüş olmadan öldü. Sual budur. Atilla'nı kim öldürdü? Yoxsa o həqiqətən təsadüfən öldü? Gəlin əvvəlcə onun necə bu qədər gücləndiyini anlayaq. Atilla sadəcə bir döyüşçü deyildi, o strateqidi. Sürətli hücumlar, qəfil basqınlar və psixoloji qorxu. Onun ordusu görünmədən gəlirdi və getdikdən sonra yalnız dağıntı qalırdı. O, şərqi və qərbi Romanı diz çöktürdü, vergi aldı, şəhərləri yandırdı və heç kim onu dayandıra bilmədi. Atilla artıq zirvədə idi. Heç bir düşmən qalmamışdı, heç bir ordu ona qarşı dura bilmirdi. Və sonra hər şey dəyişdi. 453-cü il. Atilla evlənirdi, gənc bir qadınla. Onun adı İldiko idi. Toy gecəsi, şənlik, içki, qələbə hissi. Bəlkə də həyatında ilk dəfə Atilla özünü təhlükəsiz hiss edirdi. Amma səhər qapı açılmadı. Əskərlər gözləyirdi. Saatlar keçdi və nəhayət qapını sındırdılar. İçəridə gördükləri mənzərə tarixə sir kimi düşdü. Atilla yerə uzanmışdı. Hərəkətsiz, ölü. Amma ən qəribə detal bu idi. Onun bədənində heç bir yara yox idi. Bəs o necə öldü? Rəsmi versiya deyir ki, o gecə çox içmişdi və burnundan qan açılıb, boğularaq ölüb. Sadə səslənir, həddindən artıq sadə. Çünki bu Atilla idi. Dünyanın ən qorxulu hökmdarı. O döyüşdə ölmədi, amma bir toy gecəsində öldü. Bir çox tarixçi buna inanmır. Birinci ehtimal, zəhərlənmə. Bəlkə də kimsə onun sonunu planlaşdırmışdı. Roma, daxili düşmənlər, yoxsa ən yaxınındakı biri. İkinci ehtimal, İldiko. Bəzi hekayələrə görə Atilla'nın yeni arvadı onu öldürmüş ola bilər. Qisas, məcburi evlilik, yoxsa gizli tapşırıq, heç kim dəqiq bilmir. Üçüncü ehtimal isə daha sadədir. Bəlkə də bu sadəcə təsadüf idi. Amma problem budur. Belə bir insan üçün təsadüf çox zəif cavabdır. Atilla'nın ölümü ilə böyük bir imperiya sarsıldı. Onun oğulları hakimiyyət uğrunda mübarizəyə başladı. Birlik dağıldı, ordular parçalandı və qısa zamanda Atilla'nın qurduğu güc yox oldu. Sanki onun həyatı kimi ölümü də qəfil idi. Bugün belə onun məzarı tapılmayıb. Deyilənə görə onu gizli bir yerdə dəfn etdilər və məzarın yerini bilənlər öldürüldü. Beləliklə sirri qorundu. İndi isə sual sənədir. Atilla necə öldü? Təsadüf, xəyanət, yoxsa planlaşdırılmış bir son? Bəlkə də ən qorxulu hökmdar belə, ən gözlənilməz anda ən zəif olur. Tarix cavab vermir. Amma bir şey dəqiqdir. Atilla de Hun döyüş meydanında məğlub olmadı. O, gecə gəldi və tarixdən səssizcə yox oldu.